Testlərdə şagirdləri çaşdıran maraqlı bir cümlə üzvlərinə görə təhlil testinə baxaq. Məsələn, sualda deyir, mənim insanları bu cür dolaşığa salan söhbətləri etməkdən xoşum gəlmir. Şagirdlər ilk növbədə xoşum gəlmir sözünü xəbər kimi görürlər və burada mübtədanı axtarmaqda çətinlik çəkirlər. Bunun ən asan yolu nədir? Xoşu gəlmək bildiyimiz kimi frazeoloji birləşmədir. Əgər frazeoloji birləşmənin önündə yəli hallı bir söz varsa, məsələn, mənim sözümdə bildiyiniz üzrə im şəkilçisi yəli hal şəkilçisidir və yəli hal şəkilçili sözdən sonra mütləq onun mənsubiyyət şəkilçili sözü gəlməlidir. Harda olur olsun. Yəni, əslində belə baxsaq, mənim xoşum. Düzdürmü? Mənim xoşum. Xoşumdakı nədir? Mənsubiyyət şəkilçisidir, birinci şəxsin təkin. Bu ikili heç vaxt ayrılmaz. Bunların arasına 100 dənə də söz girmiş olsa belə, biz onların arasındakı söz qarışıq həmin sözləri birlikdə bir cümlə üzvü kimi qəbul edirik. Yəni, mənim insanlardan bu cür dolanışığa salan söhbətləri etməkdən xoşum gəlmir cümlənin bütöv bir xəbəridir. Yəni, doğru cavabımız A bəndi olacaq.